Getdik. Adaya gəlmisən. Mənzərəmizə baxın. Ölü bir vulkanın üzərində. Bayrağımız da burada. Oo, olmadı ki. Oh. Oh. Ay ay ay. Hə, düz yerin artıq oldu. Manqalımız hazırdır gənclər. Super. Salam dostlar. 6 saat uçuşdan sonra gəldik, çatdıq məkanımıza. Hal-hazırda olduğumuz ada Atlantik Okeanının bir varisi ləqəbini almış Madeira adasıdır. 3-4 günlük gəlmişik burada dostlarımızla səyahətə. Eşitdiyin kimi təhlükəli idi eniş. Biraz qorxuluydu ha. Qorxuluydu. Hə. Bura dostlar dünyanın ən qorxulu enişi olan aeroportdur. Düzü mən desəm, heç qorxulu olmadı. Bilirsən necə oldu? Suydu, dağlıqsa, belə qayalıq. Bir də gördüm ki, samolyot dəydi yerə. Çox qəribə. Uçuş necə oldu? Good, was good. I like the view. Azərbaycanca danış. Qəşəng, normal. Yaxşı danış da gəl, canadır. Uşaqlar baxır, gülürmə. Həqiqətən qəribə istə əlində belə kamera ilə danışmaq, nəysə boş verin. İndi geri evimizə doğru, hardasa 26 dəqiqə maşından. İlkin təəssüratların necədir? İlkinə buradan salam deyirəm. Məsələnmə də, təzdən başlayayım bir də. Ayda, təzdən başlayayım. Necədir? Əladır, hər şey doğrudur. Yəni hiss edirsən ki, adaya gəlmisən, hiss edirsən. Hə, hiss edirsən. Getdi. Gedə görə şeydə nə var? Marketdə nə var? Braziliya favela küçələrini xatırladır insan. Bu qəşəng nədirsə, mənə biraz Bakını xatırladır bura. Bu bina Bakını xatırladır mənə. Həqiqətən. Nərimanovdakı. Yox. Ümumiyyətlə nəsə biraz Bakı vibe aram. Supermarketə bax. Supermarket. Oba market. Hə, Oba marketə gəlmişik. Madeiranın Oba marketinə getdik. Ki. Hə, icazəmizi də aldıq, video çəkə bilərik. Ümumiyyətlə dediyim kimi Portuqaliyalılar çox belə istiqanlı. İstiqanlı yəni warm, istiqanlı da, yəni xoş, qonaqpərvər insan. Ya. Cavab sən necədir? Bakı vibe aldınmı biraz? Yox. Mən o binadan Bakı vibe aldım. Bir dənə o Bakı vibe binadan almadım. İnsanlar biraz oxşuyur belə. Hə? Həm də qonaqpərvərlik hiss eləyirsən. Hə. Deməli, bizim dostumuz Peter həm də aşpazdır. Həm də bir şoferimizdir o. Allah onun canını sağ eləsin. Bizə yemək bişirəcək bu gün. İstəyirik restorana gedək, amma dirəşdi ki, yox, mən bu gün sizə qəşəng italyanski bir dənə pasta. Ay. Görən marketdə nələr var? With beer, Cavid. I never ate it. Salty. Oh, this is the best. Qızıl balıq kimi. Cavid, pivənin malıdır ya. Qurudulmuş balıqdır bu. Bir dənə yiyeyim. Oh. Oh. Belə tipik marketdir yəni. Heç nə. Burada çox şey yox. Deməli, Madeirada bizim mətbəxə oxşayan kabab burada da sevilir. Eyni bizdə necə, bunlarda da kabab var. Servingi biraz fərqlidir. Amma indi gedib onu yoxlamaq lazımdır. Müəllim də öz yerində. Biznesə də girişib Madeirada su zat satır. Burada da artist deyə su satır burada da. Madeirada ilk səhərimiz. Sumkamız falan yığmışıq. Bugün 18 kilometrlik yürüyüşümüz var. Dünənlərim tam belə yaxşı göstərənmədim sizə evimizi. İndi biraz daha yaxşı görünür hər şey. Gün çıxıb buraya. Gördüyünüz kimi qarşıda Atlantik Okean. Bu da Madeiranın vulkanik
partlayışlardan yaranmış, lavalardan yaranmış dağlarıdır. Hiss olunur baxanda, yəni fərqli quruluşdadır. İndi bilmirəm kameradan necə görünür, amma belə necə deyim, lay-lay sanki yığılıb dağa belə gəlib. Torpağı yəni baxanda yaxından görünür. Belə Ponta do Sol şəhərindəyik. Şəhərdirmi, kənddirmi bilmirəm, yəni belə balaca bir yerdir. Buradan mənzərəmizdir. Bu evin balaca həyətidir. Burada hovuzumuz da var. Dünən görməmişik, bir gün baxdıq. Sən burada kebab zad da bişirə bilərik. Barbekü yeri var, elə planlayırıq ki, onu da eləyək. Uşaqlarla bəlkə axşam da eləsək göstərərəm. Dünən demişdim, yəni bu adamlar burada Maderalılar ət xoşlayan millətdir ümumiyyətlə. Ət yeyən millətdir. Burada maldarlıq falan da yaxşı inkişaf eləyib. Hava əladır. Hardasa 15 dərəcə olar hal-hazırda. Maşınımızı da orada saxlamışıq. Parking oradadır, qaraj. Belə. Madera haqqında maraqlı bir məlumat verim. Maderanın kənd təsərrüfatında banan yetişdirmək böyük bir hissəsini tutur kənd təsərrüfatının Maderanın. Baxın, elə düz bizim həyətin qabağında gördüyünüz kimi banan ağaclarıdır hamısı. Buranın təbiəti, yəni buranın təbiəti banan yetişdirmək üçün yaxşı şəraitdədir. Adi məsələn qarşıda dağda baxsaz, o barmağımla göstərdiyim hissədə, yəqin ki videoda tam görünmür, amma bütün o evlərin arxasında belə burada gördüyünüz kimi banan sahələri var. Anar, hazırsan yürüyüşümüzə? Polnu, qaqaşım, polnu. 18 kilometr. 18 kilometr? Bəli. Oh yeah. Həyatında heç hiking eləmsən, Anar, yürüyüş dağda? Xeyr, əsərdə olmasınız. Xeyr. Hə dostlar, gəldik, indi çatdıq hikingin ilk başlanğıc nöqtəsinə. Buradan hələ ki mənzərəni göstərim sizə. Qorxdu, qaçdı. Anar özünə dost da tapıb. Anar! Dostun var deyəsən. Portegiz pişikdir bu. Dostum, salam, nə təşən? Nə varsan, nə var, nə yox? Oba. She's horny. Oh, there is look at that. Vay be. How cute. Bu adada pişiklər də çoxdur. Yeah, man. Oo, olmadı ki. Yolumuz davam eləyir. İndi demək olar ki, sivilizasiyadan çıxırıq. Yavaş-yavaş ana təbiətə doğru. İnanılmaz təbiəti var bu adamın. Bu proqramdan da göründüyü kimi 1.2 kilometr irəliləmişik. Amma hələ yüksəkliyə qalxırıq, yəni yüksəkliyə doğru gedirik. Ona görə biraz çətindir hal-hazırda. Təngi nəfəs olmuşam. Hava dəhşət təmizdir hal-hazırda. Yəni hiss eləyirsən belə çox təmiz. Həm də gözəl ətri var. Bilmirəm, burada olan ola bilsin o egzotik ağaçlardandır, nədir? Havanın çox gözəl ətri var. Yol da gördüyünüz kimi artıq yəni təhlükəli görünür, amma gördüyünüz kimi buradan yəni sürüşdün, düşdün. O məsələ. Bu adada əsas maraqlı faktlardan biri də adada heç bir yırtıcı heyvan yoxdur yəni. Ona görə rahatlıqla dağda gəz dolan. Heç bir qorxu yoxdur. Anar, necədir təəssüratları? Necə hiss edirsən özünü? So fucking bad. Azərbaycanca danışsam, başa Fuck düşsün. me. Niyə? Qaqaş. Bu nədir? Dağlar olsa görürmü də?
Hə, gəldim. I dropped my Cavid, təəssüratlarını bölüş də izləyicilərlə. It's just so amazing. Azərbaycanlılar baxacaq. Hə? It's just so amazing. Necədir? Perfect view. Yəni çox bombadır uşaqlar. Kimin yolu düşsə gəlsin. Möhtəşəm mənzərələr qabaqdadır. Burada ancaq meşəlik görsənir. Böyük bir şey yoxdur. Bu özü az deyil, amma gördüyünüz kimi orada da başqa haykerlər irəliləyir. Yaşlı adamlardır maşallah. Budur, mənzərə budur. You can go up and down. Mənzərəmizə baxın. Bu nədir ilahi? Dəhşət. Arxada Atlantik Okean. Gördüyünüz kimi alanın qayanın üstündəyəm burada. Biraz təhlükəlidir, amma narahatçılığa heç bir səbəb yoxdur. Hələ bizim 6 kilometr elə bu, necə deyim, adanın bu kənar hissəsi ilə irəliləsik tam o tərəfə doğru. Biraz yemək yeyək, dincələk. Sən niyə elə? Qəmli indi oturmuşum. Biraz xoşbəxt oldum. Al. Necədir enerji, vəziyyət? Ağladım. Mandarin, vitamin C. Mən yemək istəmək. How you feel, Peter? All good? Yeah, I'm feeling amazing, man. I'm feel. Feeling good. This is life. Sizin Lamborghini ehtiyacınız yoxdur. Buna ehtiyacınız var. Ana təbiət, We will be in the meeting in the teams bir də sandviç. today. Vəssalam. Bunu eləmək üçün çox pula da ehtiyac yoxdur. İzləmirəm ana. Biz nədən işə girəcəyik bu qaranətlər? Bir də işə getmək var bu tətildən sonra. Amma hələ təzə başlamışıq. Qabaqda 2-3 günümüz də var, düzdür? Hello. Macəramız davam edir dostlar. İndi sizə xəritədən göstərmək istəyirəm. Getdiyimiz yol necə görsənir. Gördüyünüz kimi demək olar tam adanın kənar hissəsində irəliləyirik. Hardasa 5 kilometr falan yolumuz var. Dostlar, bura kimi kim izləyibsə təşəkkür eləmək istəyirəm. Həqiqətən çətindir. Həm yürüyüş eləmək, həm videonu çəkmək, şəkil çəkmək, danışmaq belə çətindir, adam bilmir bəzən nə desin. Bura qədər izləmişsinizsə, xahiş edirəm videonu bəyənin, izləyin. Daha möhtəşəm səfərlər planlamışam və siz də izləmədə olun. Çalışacağam sizlər üçün gözəl bir iş qoyum ortaya. Bu ilk videomdur. Özüm də həm də öyrənirəm. Kommentlərdə də bildirə bilərsiniz əgər müəyyən bəyənmədiyiniz hissələr varsa ya fərqli nələrsə əlavə eləmək olarsa. Əlbəttə sizin fikirləriniz xoşdur yəni. Baxırsan, yaşlı insanlardır. Halalda enerji var. Bayaq qoca bir cütlük gördüm. Mən o yaşda ümid edirəm olar ki, bu enerjidir, olar gəzə bilərəm bu dağları, yəni bilmirəm. Halal. Möhtəşəmdir mənzərələr. Yol da çox rahatdır, yəni gördüyünüz kimi geniş. 2 nəfər hətta gəzə bilər bu yolda. Atlantik Okean inanılmaz və amansız görünür. Gördüyünüz kimi çox qəribə təbiəti var bu adanın.
Burada ümumiyyətlə məşhur bir meşəlik var. Fanal meşəliyi. Ola bilsin sabah ora getdik. Çox mistik, dumanlı abu-havası var oranın. Belə qorxulu kinolardan çıxmış bir necə deyim, meşəyə oxşuyur. Orada hətta səhv eləmirəmsə Star Wars-un müəyyən səhnələri belə kinoya çəkilib. Orada ağacların, yəni demək olar 500 illik, 1000 illik qədim ağaclar var həmin o ərazisində bu adanın. Turistik nöqtələrindən biridir bu adanın. Biz də istəyirik oranı görək, orada qəşəng kadrlar götürmək olar oradan. Yəni adanın çox özünə məxsus təbiəti var. Əvvəl də qeyd etdiyim kimi bu ada ümumiyyətlə böyük bir vulkanın tam uc hissəsidir. Yəni qədimdən aktiv olmuş vulkanın partlaması nəticəsində o lavaların yığılması nəticəsində əmələ gəlmiş dağlardır. Bütün bu dağlar. Yəni hal-hazırda biz ölü bir vulkanın üzərində gəzirik. Möhtəşəm. Baxın dostlar, qoca nənələr, babalar dayanmırlar. Bunların dəqiq 65 plus yaşları var. Amma gəlib sıxıblar hara. Hamısı qoca nənə babalardır. Hello, thank you so much. Thank you. Gördüyünüz kimi yaşlı insanlardır, amma dayanmırlar. Dövlət belə dəmirdən tutacaqlar da qoyub ki. Oy da, bu nədir? Buradan yıxılsan sən tikən ələ gəlməz. İnanılmaz dağlar. Möhtəşəm. Adanın ümumi hardasa 250 min əhalisi var əslində. Və çox insan yaşamır burada. Portuqaliyada buranı 1419 səhv eləmirəmsə 15-ci əsrdə buranı tapıblar. Yəqin bilirsiniz, Portuqaliya tarixən dənizdə hökmranlıq edən bir ölkələrdən olub. O boyda Cənubi Amerikanı kolonizə ediblər. Bu adalarda elə axtaranda tapıblar, zəbt ediblər. Bu adada yaşayanlar hamısı Portuqaliyalılardır. Yəni burada əvvəl başqa fərqli millətdən heç kim yaşamıyor. Ada yəni kimsəsiz olub. Yüksəklikdən qorxusu olan adamlar biraz burada çətinlik çəkə bilər, amma rahatdır yəni. Gördüyünüz kimi çətin hissələrdə dövlət yəni təşkil edib buradan rahat ələ üzü tuta bilərsiniz. Əməlli insan var. Hava da əladır. Bu dəqiqə üstümdə hoodie var, istidən var. Be careful. Söykənmə çox. Söykənmə çox. You want to smoke? Yeah? No, you like this. Yəni hətta bəzi insanlar burada qaçır yəni. Baxın gördüyünüz kimi. Necə qaçır ha? Elə belə qaçmaq deyilmi? Cavabdan falan göstərin. Really? Davam edirik. Mənzərələr bizi bizdən alır. Getdik. Madeiranın ən gözəl xüsusiyyətlərindən biri də burada daima
yaz fəslinin olmağıdır. Yəni ilin hansı ayında gəlsən fərq eləmir. Demək olar ki, hava burada həmişə eyni olur. Hal-hazırda görür, yəni bildiyiniz kimi dekabr ayındadır. Buradayıq və hava demək olar 20 dərəcədir. Gənclər, maraqlı bir fakt buranın yenə təbiəti ilə bağlı. Əvvəlki dayandığımız o qayalı yerdən 500 metr irəliləmişik və tamam fərqli bir yerdəyik elə bir. Ağaclar tamam fərqli. Qayalıqlar yoxa çıxdı birdən-birə. Meşənin içindəyik. Getdikcə son, yəni nöqtəmizə yaxınlaşırıq. Yaxın dediyim əslində hardasa 4 kilometr uzaqlıqdadır. Biraz yorulmuşam. Amma bu təbiətə görə oy. Bu nədir? Bu nədir dostlar? Dəhşət. GoPro-da biraz balaca görsəniz sözsüz, amma inanılmaz mənzərə var. Qarşıda da orada şəhər var, hansısa şəhər. Biz hardasa təpəyə doğru irəliləyirik. Bura. Əla. Bir dənə şəkil də çəkək burada. Buradan təbii su gəlir qayaların arasından. Bəlkə də içməlidir. Hi. Hello. Thank you. You're welcome. Great. Yəni başqa qaçanlardır. Yolumuz biraz təhlükəlidir. Çalışırıq yavaş-yavaş ehtiyatla gəzək. Nə olacaq ki, heç nə olmaz. Taksi ilə qayıdanda. Baxın. Yox, problem yoxdur. Cavid də bayaq sürüşdü, yıxıldı, yəni çox pis yerdə özdə. Ona görə belə hiking eləyəndə mütləq düzgün ayaqqabılar geymək lazımdır. Yürüyüş ayaqqabıları. Cavid deyir ki, dağa deyir, çəkiblər deyir, amma yasamala deyir, o gün su gəlmirdi. Vallahi həqiqətən. Portuqaliya ümumiyyətlə çox güclü ekonomikası yoxdur hal-hazırda. Amma baxırsan ki, yenə özlərinə görə bu adada çox şərait yaradıblar yəni. Turbaya bax. İçməli su. Necə hiss edirsən Arözü? Yorulmusan? Stansiyaya çatmışıq da yavaş. Yorulmusan? Yo, yaxşıyam. Young and wild. Young and furious. Madeira həm də öz şərabı ilə çox məşhurdur. Elə burada üzüm bağı var. Düzdür, hal-hazırda üzüm falan yoxdur üstündə, amma yəni bu adanın şərabı dünyada məşhurdur. Dünən evdə var idi, ev yiyəsi, Airbnb yiyəsi qoymuşdu bizə şərab, amma bilmirəm, o ağ şərabı idi. Yəqin ki, daha məşhur olan qırmızı şərabdır. Yoxlayasıq. Yoxlayarıq, görərik. Nədir bu Madeira şərabı? Amma yəni belə yerdə üzüm tarlasının olmağı özü böyük bir şeydir. Davam eləyirik, biraz istirahət elədik, oturduq bir 10-15 dəqiqə. Yorğunluğumuz tamamilə getdi. Uşaqlarda da enerji boldur. Hələ bir 5 kilometr, 4 kilometr, 3 kilometr yolumuz var. Bu yolu nətər qaydasıyıq onu bilmirəm. Ola bilsin ki, yolun sonunda geriyə taksi ilə qayıtdıq bəlkə də. Eyni yolu qayıtmağın bir mənası yoxdur məncə. Onu hələ ki fikirləşəsiyik. Yenə də
İnanılmaz mənzərələr göz qabağında. Dəhşət. İndi başa düşürəm niyə Madeiraya Avropanın Havaisi deyirlər. Həqiqətən də çox oxşuyur. Yavaş-yavaş yaxınlaşırıq Porto da Cruz'a. Uzaqdan gördüyünüz bu şəhər Porto da Cruz şəhəridir. Elə 1 kilometr yolumuz qalıb. Möhtəşəm bir yürüyüş oldu. İndi planımız odur ki, şəhərə çatandan sonra məcbur taksi ilə qayıdacaq başladığımız yerə. Piyada qayıtmağa bir də halımız yoxdur, yəni. Hal-hazırda özə dəhşət aşağı meyillilik var. 15 dərəcə, 20 dərəcə düşürük, yəni başağı. Aşağı düşmək özü çətin bir şeydir. 13-15 dərəcə meyilliliyi var. Kamerada bilinməsə də. Deyirəm, nə keyfdir burada yaşayanlara. Pəncərədən baxanda gördüyün mənzərəyə. Bazı dostumuzla biraz oynayaq. Ömrə, qorxma. Yaramaz. Macəramız davam edir. Burada düz yer yox. Hə, düz yerin artıq olmuyor. Gəlib çatdıq. Möhtəşəm bir nöqtəyə. Bayrağımız da burada. Təbrik eləyə bilərsiniz dostlar. Bura surfinglə məşhurdur. Gördüyünüz kimi orada surfing kafesi də var. Dalğalar da ki, yəni əsl surfing dalğalardır. İdealdır surfing üçün. Bir gün bura gəlib surfinglə də məşğul olmaq lazımdır mütləq. Hal-hazırda okeanın tam yaxınlığındayıq. Okeanımıza doğru gedək. Sizə Atlantic Ocean göstərək görək, nədir bu? Vay vay vay. Çox əsəbi bir okeandır, yəni dəhşət. Çox əsəbi, həqiqətən. Oy, nə boyda dalğadır hə o. Burada məncə indi surfing eləmək olmaz, yəni. Çox təhlükəli görsən. Qayalar həm də əsas çox daşlı bir ərazidir. Ay ay ay. Peterin ayaqları elə su oldu. Gördüyünüz kimi çox əsəbi bir okeandır, yəni. Onun işini bilmək olmur. Bir də gördüyünüz su çatıb bütün ayaqları var. Qalxal görə bu daşın üstündən sizə göstərim. Möhtəşəm. Gördüyünüz kimi dalğalara baxın. Oy oy oy. Azı bir 2 metr var o dalğa. Nəsə böyük bir şey gəlir. Mən gedim buradan. Belə dalğaya oxşamırdı. Qaçdım gəldim. What happened, bro? You know. Çox yaxın oturmuşdu okeana. Birdən-birə su gəldi. Baxın, mən də orada dayansaydım bu dəqiqə su olmuşdu. Çox iri dalğalar var, yəni dəhşət. Buradan balaca görsən, baxın, baxın, baxın. Hara gəldim? Aldın su? Heç birdən gəlir, yəni bilmək olmur. İzləmək üçün möhtəşəmdir, amma yəni həqiqətən təhlükəli bir okeandır. Bir xanım oturub incəlir, həyatdan zövq alır, baxır bu horizona, bu mənzərəyə. Deyir, aman Allahım, nə yaxşı ki, bugün buradayam, oturmuşam. Yəni, bu anı yaşayır bu qadın bu dəqiqə. Bəzən biz də elə anı yaşamağı bacarmalıyıq.
Orxan Quru. Bu qaqaşlar biz gələndə biz tərəfə qayıtmışdılar, yəni əks istiqamətə qaçırdılar. Biz bura hardasa bir yarım saat olar çatmışıq. İndi onlar təzədən 10 kilometri qaçıb gəliblər. Yaşa. Hikingdən gəldik, dincəldik. İndi şef dostumuz istəyir bizim üçün də kabab zad hazırlasın. Bu dəqiqə manqal zad qalamışıq. Manqal zadı göstərim sizə. Çox maraqlı şeydir. Əsl bağ evləri malıdır. Gedək görək nə var, nə yox. Ətimiz. Günəş batanda çox qəşəng görünəsiz ya məncə burada. Bu manqalımız. Hazırlaşırıq. Hiking ümumi olaraq qəşəng keçdi, yəni yorğunçuluq idi. Amma biraz duş zad aldıq, elədik, özümüzə gəldik. İndi də heç nə, qərar verdik ki, dincələk evdə bir gün. Sabah da yenə hikingimiz var, sabah yenə yürüyüşə çıxasıyıq. Dincəlmək lazımdır, enerji lazımdır. Ona görə qərar verdik ki, oturaq evdə. Yeməyimizi yeyək. Bəlkə bağda gəzəndə burada gördüm balaca bir dənə. Yəqin ya pişik ya it ölüb bura bastırıblar. Çox əla bir evdir yəni. Bizimkilər demiş bağı. Gün batımı möhtəşəm görsənir dostlar. Həqiqətən mənzərə əladır. Manqalımız qızır. Bu kömürümüz. Bu da bizim tərəvəz. Bu da qəşəng kabab. Madeira inəyindən. Madeira şərabının dadına baxırıq. Hiss edirəm ki, qəşəng vlog olacaq. Çox şirindir. İndi fərqli şərablar var idi, amma bu biraz belə mənə bəhməz dadı, doşab dadı verir. Biraz gavalı dadı. Yəni, üzümdən başqa nə dadı sən gəl. İstəyim. İstəyim. Bax bu necədir? Anar hovuzun siftəsini eləyir. Tullanma ha. Ya da istəyirsən tullan. Tullanma, soyuq olar bilməsən. Belə də sərindir. Məncə pis olmaz. Sərin də. Gir. Hava soyuqdur. Reski gir də. Bu bizən necədir? Biraz soyuqdur. Bizən necədir bu? Bir dəfə girib reski çıxasın. Odur, axşam içəndən sonra Hı. kəllə vurub çıxarır. Dəqiq oldu. Həm də buna tam gün düşmür elə. Bəlkə ora daha işlə. Soyuq da hava. Çox soyuqdur. Biraz soyuq da. Testol Ay. Ayda bu soyuq olsun sən. Ne əlində tut bunu. Çəkilmədi. Hadi girəm yana. Gir, qorxma, gir. Canavar. Gedək görək nə baş verir burada. How's it going? Peter. We even had like this petrol. Nice. So tell them what is on the menu today. Oh, I don't really like to speak, but I'm gonna tell you anyway. Fuck it. So we have some tomato, some red onion, and some beef. What you gonna do with And this some beef? cucumber for you. It's zucchini, bro. Shut What up. kind of chef you Shut are? up. I'm a good chef, but I'm not English speaker. You're an English speaker. Okay. Kartoflar.
Oo, wow. Kartofları qəşəng qızardıb Peti. Birinci qaynatdı, sonra onlar belə grill elədi. Burada ləzzətli. Burada da gördüyünüz kimi hazırdır. Əsas məsələ amma hələ buradadır. Bunları məhv eləməyə hazırlaşırıq. Oy 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 oy. Man, this is... You think this is enough for cooking the meat? Yeah. It's Sure. cold. Yeah, sure. Yeah, it will be enough. Manqalımız hazırdır gənclər. Gözəl dostumuz, We have to wait. şefimiz. Super. Super. Şefimiz qoydu əti məkanına. Bəh. Səsə qulaq asın. Əladır. Axır ki, ətlərimiz hazırdır. Qəşəng. Oy. Bunu da qoy bir dənə anar. Burada da potatolarımız. Nədir? Məzliş başlasın. Madeira şərabı ilə. Bəh. Thank you so much, Peter. Enjoy, brother. Thank you, bro. Thank you, Pedro. Etdik. Sizə də nuş.